Buyur Ruqayyə. Orada mən B5 atıram. B5 bərabərdir. B1 vurulsun Q üstü 4. Bəli. Sonra B7 atıram. B7 də bərabərdir. B1 vurulsun Q üstü 6. Aha, sonra? Sonra mən B8 açaram. B8 də bərabərdir. B1 vurulsun Q üstü 7. Bəli. Sonra B10 açaram. B10 da bərabərdir. B1 vurulsun Q üstü 9. Aha. Sonra mən bunları toplayaram. Aha. B5 ilə B7-ni. Yəni B1 üstəyənsin Q üstü 4, üstəyənsin B1 vurulsun Q üstü 6, bərabər 4-ə. Bəli. Sonra mən 6-da yazaram ki, B1 vurulsun Q üstü 7, üstəyənsin B1 vurulsun Q üstü 9. Bu məntənlər sistemi kimi həll eləyərəm. Bəli. Aha. Birincidən nə edək? Orta qrup çıxardaq mı? Bəli, hər tərəfdən B1 vurulsun Q üstü 4 orta qrup çıxardıram. Bəli. Nə qalır? Qalır 1 Q kvadratı. O da bərabər 4-ə. Sonra ikincidən mən B1 vurulsun Q üstü 7-dən çıxardıram. Eləyir 1 üstəyənsin Q kvadratı. O da bərabər 12-yə. Aha. Sonra mən B1 çıxaram. Orada 1 üstəyənsin Q kvadratı sağ gedir. Çıxaq yoxsa bölək tərəf-tərəfə? Bölək mən. Bəli, bölürük. Tərəf-tərəfə bölürük. Aha, böləndə nə qalır? Qalır mən B1-ə sağ gedir. Qalır 1 bölünsün Q-nün kubu. Əla, düzdür. 4 bölünsün 12-yə. Düzdür. Orada mənim qalır 4 Q kubu bərabər 12-yə. Düzdür. Q bərabərdir 3-ə. Orada mən Q-yu tapsam, Q də bərabərdir 3-cü dərəcədən kök altı 3-ə. Bəli, düzdür. Baxaq varianta. Bəli, D variantı. Düzdür, əla.